Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalda yeni mənzillərə köçən sakinlərlə görüşüb onlara evlərin açarlarını təqdim ediblər. Dövlət başçısı mərasimdə çıxış edib. Sarıcalı'ya hoş geldiniz. Siz de hoş geldiniz. Yürekten tebrik ederim. İlk növbədə karşıdan gelen Ramazan bayramı münasibətiyle tebrik ederim sizi. Sarıcalıda yeni mənzillərə köçən sakinlərlə görüşdə Prezident İlham Əliyev bildirib ki, Ramazan bayramı ərəfəsində Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşmək böyük xoşbəxtlikdir. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdır və bütün keçmiş köçkünlər üçün bax, bu cür şərait yaradılacaq gələcəkdə. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi bugün keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də Ağdamlar qayıdacaq. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulur. Digər kəndlərdə inşaat işləri gedir və təbii olaraq Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Prezident işğal dövrünü xatırlayır. Ağdam şəhəri də, rayonun bütün kəndləri də mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı. İşğal dövründə şəhər tamamilə söküldü, yerlə yeksan edildi və Ağdamı Qafqazın Hirosiması adlandırırlar. Amma fərq ondadır ki, Hirosima atom bombası nəticəsində viran qoyulmuşdur. Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançıları sökərək o daşları da aparıb müxtəlif yerlərdə satırdılar. Yəni, bu misli görülməmiş vəhşilikdir. Mən bunu dəfələrlə demişdim. Erməni faşizmi, faşizmin ən yüksək nöqtəsidir. İndi isə Ağdam yenidən qurulur. Geniş miqyaslı quruculuq işləri aparılır. İşğaldan sonraki dövrdə önəmli infrastruktur obyektləri istifadəyə verilib. Ağdam-Bərdə yolu yenidən qurulub. Ağdam-Xankəndi yolu inşa edilir. Bu il dəmir yolu və bir neçə yaşayış kompleksi istifadəyə veriləcək. Bununla bərabər bölgənin turizm imkanlarını nəzərə alaraq 2 mehmanxana artıq fəaliyyətə başlayıbdır və həm Ağdam, həm Füzuli, həm ətraf bölgələrə xidmət göstərəcək. Belə şəhər biz qururuq. Və yadımdadır, ilk dəfə işğaldan sonra Ağdamda Ağdamlarla görüşəndə və yeni şəhərin təməlini qoyanda mən demişdim ki, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq. Prezident bir daha bəyan edir. İkinci Qarabağ müharibəsi tarixdə bizim şanlı tariximiz, şanlı səhifəmiz kimi əbədi qalacaq. Bu müharibə nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Ondan 3 il sonra suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik və separatizmin kökü kəsildi. Bugün burada insanlar rahat yaşayacaq, heç kimdən qorxmadan, ləyaqətlə yaşayacaq. Əminəm ki, xoşbaxt yaşayacaqlar. Çünki artıq həm torpaqlar geri qaytarıldı, eyni zamanda xalqımızın milli ləyaqəti bərpa edildi. 30 il ərzində Ermənistan hər vəclə çalışırdı ki, 1 santimetr torpaq da bizə qaytarılmaz. Onun arxasında duran xarici qüvvələr də onlarla həmrəy idi, əlbir idi. Amma bir şey onlar nəzərə almamışlar, o da Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və ordumuzun qəhrəmanlığı. Dövlət başçısı qeyd edir ki, bundan sonra da bərpa işləri davam edəcək. İkinci mərhələ başa çatandan sonra Sarıcalı kəndində evlərin sayı 400-ə çatacaq. Sakinləri işlə təmin etmək üçün lazımi addımlar atılır. Sonra sakinlərə evlərin açarları təqdim olunub.
Prezident və birinci xanım kənd sakinləri ilə söhbət edib. Azad edilmiş ərazilərdə 40 mindən çox insan yaşayır və çalışır. İlin sonuna qədər də hardasa 30 min, 40 min qayıtmalıdır. İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Çox sağ olun. Amma indi yaxın aylarda qonşularınız da gələcək. Çox sağ olun. Xıdırlıya, yəqin ki görmüsünüz, böyük inşaat gedir, Kəngərliyə. İlin sonuna qədər Ağdam şəhərinə burada rahat, xoşbəxt yaşayacaqsınız. Çox sağ olun. Allah sizi var etsin. Sağ olun. Allah sizi var etsin. Sağ olun. Çox sağ olun.